Salam. Heç fikirləşmisiniz ki, o gündəlik seçimlərimiz var ha, səhər içdiyimiz qəhvədən tutmuş, geyindiyimiz paltara qədər, onlar həqiqətən də bizimdirmi? Bugün biz təxminən 100 il əvvəl, 1928-ci ildə yazılan, amma müasir dünyanın demək olar ki, bütün oyun qaydalarını müəyyən edən bir kitabı təhlil edəcəyik. Edward Bernays'in Təbliğat əsərini. Baxın, Bernays heç vaxt itirmir, ələ kitabın ilk cümləsi ilə necə deyərlər, bombanı ortaya atır. O deyir ki, kütlələrin şuurlu şəkildə idarə olunması təkcə demokratik cəmiyyətin bir hissəsi deyil, onun vacib bir elementidir. Yəni bu, olmasa olmaz bir şeydir. Amma bir dəqiqə, gəlin səhv başa düşməyək. Bernays'e görə bu görünməz hökumət deyəndə ağlınıza qaranlıq otaqlarda toplaşan sui-qəsdçilər gəlməsin. Əksinə, o iddia edir ki, bu mürəkkəb müasir cəmiyyətin normal fəaliyyət göstərməsi üçün zəruri bir mexanizmdir. Yaxşı, bəs bu cür cəsarətli fikirləri səsləndirən kimdir? Gəlin tanış olaq. Bu, Edward Bernays'dir. Müasir ictimaiyyətlə əlaqələr, yəni PR sahəsinin atası və özünün razılığı mühəndisliyi adlandırdığı sənətin, yəni insanların razılığını dizayn etmək sənətinin əsl ustası. Yaxşı, bəs bu görünməz hökumət nə deməkdir? Yəni kimdir bunlar? Bernays'e görə bu əslində çox kiçik bir qrupdur. Amma bu qrup kütlənin necə düşündüyünü, nələrə reaksiya verdiyini bilir və bu bilikdən istifadə edərək bizim üçün məlumatları süzgəcdən keçirir, seçimlərimizi bir növ çərçivəyə salır. Elə bil müasir dövrün fikir liderləri və ya influencerləridir, amma daha böyük, daha fundamental səviyyədə. Yaxşı, sual oluna bilər. Niyə belə bir sistemə ehtiyac var? Bax, ən maraqlı hissə də budur. Bernays bu manipulyasiyanı pis bir şey kimi təqdim etmir. Əksinə, o deyir ki, bu, müasir dünyanın ən böyük probleminə, yəni informasiya və seçim xaosuna bir həll yoludur. Onun argumenti əslində çox sadədir. Bir anlıq təsəvvür edin, gündəlik verdiyiniz hər bir qərarı, aldığınız hər bir məhsulu, səs verdiyiniz hər bir namizədi sıfırdan bütün detallarına qədər araşdırmalı olsaydınız, nə baş verərdi? Cəmiyyət sözün əsl mənasında donub qalardı. Və ən heyrətamız tərəfi də bilirsiniz nədir? Bernays'in hələ 1928-ci ildə verdiyi bu misallar, hansı sabunu alaq, kimə səs verək, elə bil bugün yazılıb. Problem eynidir, bəlkə də sadəcə daha da böyüyüb, daha da mürəkkəbləşib. Bu da bizi çox fundamental bir suala gətirib çıxarır. Yaxşı, əgər hər tərəf məlumat, hər tərəf seçimdirsə, cəmiyyət bu ifləcedici mürəkkəblik içində necə fəaliyyət göstərə bilər? Çıxış yolu nədədir? Bernays'e görə cavab bir mənalı idi. Köhnə üsullarla yox, tamamilə yeni, daha ağıllı bir təbliğat forması ilə. Bax, Bernays'in gətirdiyi əsas yenilik məhz budur. Köhnə təbliğat nə edirdi? Qışqırırdı, deyirdi ki, bunu al. Amma yeni təbliğat, o piçıldayır. O sənin beyninə birbaşa əmir yeritmir. Sənin istəklərini, arzularını formalaşdırır. Qobud gücü psixoloji zərifliklə əvəz edir. O bu metodu fantastik bir nümunə ilə izah edir. Deyək ki, pianino satmaq istəyirsiniz. Köhnə üsulla nə edərdiniz? Ən yaxşı pianino bizdədir. Alın, deyə reklam edərdiniz. Amma Bernays deyir ki, yox. Gəlin, pianino alın deməyək. Gəlin, cəmiyyətdə musiqi otağı ideyasını dəbə salaq. İnteriyer dizaynerlər, memarlar, məşhurlar vasitəsilə bunu müasir evin ayrılmaz bir parçası kimi təqdim edək. Nəticədə nə olur? İnsanlar artıq birbaşa pianino almaq istəmir. Onlar o arzuladıkları həyat tərzinin bir parçası olan musiqi otağını və dolayısıyla da pianinonu istəyirlər. Bəs niyə bu yeni metod bu qədər təsirlidir? Cavab kütlə psixologiyasında gizlənib. Bu metod işləyir çünki o, bir fərdi yox, birbaşa izdihamın özünə məxsus düşüncə tərzinə hədəf alır. Baxın, bu yanaşmanın təməlində çox sadə, amma çox güclü bir fikir var. Bernays özündən əvvəlki psixoloqlara istinad edərək deyirdi ki, bir qrup insan bir araya gələndə onlar ayrı-ayrı fərdlər kimi məntiqlə düşünmürlər. Kütlənin öz şuuru var və bu şuur impulslarla, vərdişlərlə və ən əsası emosiyalarla hərəkət edir. Məhz buna görə də ağıllı təbliğatçı sizinlə məntiqi mübahisəyə girmir. O, birbaşa beyninizin qısa yollarından istifadə edir. Məsələn, hamımızda olan lideri izləmək istəyi, ya da mürəkkəb ideyaları təmsil edən sadə simvollara və şüarlara dərhal reaksiya vermək vərdişimiz və ya heç özümüzün də fərqində olmadığımız gizli arzular. Bütün bunlar rasional düşüncəni ötüb keçərək birbaşa şuur altımıza təsir etmək üçün bir açardır. Bütün bunlardan sonra ağla gələn əsas sual budur. Yaxşı, bu qədər güclü bir alət yaxşı bir şeydir, yoxsa pis? Bernays'in cavabı təəccüblü dərəcədə praqmatikdir. O deyir ki, təbliğatın özü nə yaxşıdır, nə də pis. O sadəcə bir alətdir. Yəni, eyni ilə bir çəkic kimi.
Siz o çəkiclə həm gözəl bir ev tikə bilərsiniz, həm də kiminsə evini dağıda bilərsiniz. Alət eynidir, fərq yaradan niyyətdir. Bernays-ə görə təbliğatın mənəvi yükü onu istifadə edənin məqsədindən və nə dərəcədə dürüst olmasından asılıdır. Və bütün bunlar bizi birbaşa bugünümüzə gətirir. Düşünün, sosial media alqoritmləri, hər addımda qarşımıza çıxan hədəflənmiş reklamlar, 24 saatlıq xəbər axını. Belə bir dünyada Bernays-in təsvir etdiyi prinsiplər bəlkə də heç vaxt bu qədər aktual və güclü olmamışdı. Və bu da bizi final suala baş-başa qoyur. Görəsən bugün bizim görünməz hökumətimiz kimdir və onlar bizdən nəyə inanmağımızı istəyirlər?